Salam müəllimələr. Biz bugün sizinlə 7-ci sinifin 8 və 9-cu mövzularına baxırıq. İki mövzu bir-biri ilə əlaqəli olduğuna görə ikisini birlikdə götürmüşük müəllimələr. Oduncağın Zivana ilə birləşdirilməsi. Əvvəla biz bilməliyik ki, birləşmələr sökülən və sökülməyən olur. Məsələn, Zivana birləşməsi də sökülməyən birləşmələr növünə aiddir. Çünki burada biz yapışqandan da istifadə edəcəyik. Yapışqanla yapışdırıb 24 saat onu gözləyəcəyik qurumasını. Deməli, Zivana birləşməsi sökülməyən birləşmələr qrupuna daxil oldu. Müəllimələr, bu video izahda mən bu mövzunu əslində geniş izah etmişəm. Sadəcə orada demədiklərimi əlavə olaraq bu gün danışacağam. Şəkillər hissəsinə baxacağıq müəllimələr. Bir məsələ var, onun da həllinə baxacağıq və ardıcıllığımız da var təbii ki. Ona da birlikdə baxıb burada onu öyrənməyə çalışacağıq. Ardıcıllığımız əslində asan görünsə də çox çaşdırıcıdır. Ona birlikdə baxıb bir dənə yəni baxıb görək. Nədir bizi orada çaşdıran? Ardıcıllıq necədir? Biz ümumi olaraq baxacağıq ardıcılığa, amma testlərimizdə ardıcılığın içindən yazırlar. Biz hər ikisini öyrənmiş olacaq. Həmin hissəyə gəldikdə o hissələrə toxunacağam. Deməli, müəllimlər, burada əsasən də ən əsas bilirik ki, bizə lazım olur təriflər, düzdür? Bu mövzunun özəyi biz bilməliyik ki, zivana nədir, yuva nədir, yarıq nədir? Zivana, müəllimələr, şəkillə yadda saxlayın. Baxın, zivana görürsünüz, zivanada bir çıxıntı var. Baxın, çıxıntı var. Bu çıxıntı nəyə əsasəndir? Nə üçün burada çıxıntımız var? Çıxıntımız, baxın, bu yuvaya və bu yarığa uyğundur. Yəni, bu yuvanın içərisinə yedirəcəyik biz bu çıxıntını, zivananı. Bir də bu yarığa. Yəni, tərifi əzbərləmədən başa düşək ki, şəkillə. Zivana bir çıxıntıdır. Yuvanın, yarığın profilinə uyğun olan bir çıxıntıdır. Nə? Zivana. İkinci tərifimiz yarıq və yuva. Deməli, yuva deyir pəstahın, pəstahda zivananın taxıldığı deşik. Müəllimələr, baxın elə, şəkil bizə çox kömək edir. Baxın, burada bir deşik var, düzdür? Yuva var da, yəni deşik, yuva. Amma burada sanki yarıq var. Yarılıb, kəsilmiş bir hissə. Yarıq açılıb. Deməli, müəllimələr, zivananın, baxın, bu zivana gələcək, bu deşik hissəyə daxil olacaq. Zivananın taxıldığı deşik deyirsə, baxın, yuva. Adlanacaq bu yuva. Deyir ki, yarıq pəstağın təpəsində zivananın taxıldığı yuvadır. Yəni, görürsünüz, bu dərslərə bağlayaq. Müəllimlər, axı mən qrupumuza yazmışdım. Saatdan sonra da gedə bilər. Hə, belə. Deməli, müəllimələr, yenə də deyirəm, bu üstünə tərif asan da görünsə, testdə bəzən onları çaşa bilirik. Ona görə diqqətli olaq, həm əzbəri, həm də başa düşək. Deməli, izahda demişdim ki, cümlədə yuva varsa, cavab yuva olmaz, yarıq olacaq. Cümlədə deşik sözü ilə bitirsə cümləmiz olacaq yuva. Amma gəlin yenə də biz şəkil üzrə başa düşək. Deməli, burada yarıqda nə oldu bəs? Yuva deyir. Zivananın taxıldığı yuvadır. Bu da biraz çaşdırıcıdır. Amma baxın, burada bir deşik var, düzdür? Amma yarıqda həmin o deşik hissə yoxdur. Yəni, biz bilirik ki, əgər cümlədə deşik deyirsə, yəni burada yuva var da bir yuva görürük burada. Bu olacaq yuva. Amma burada yarıq var. Deməli, nə olacaq? Yuva olacaq. Yəni, pəstağın taxıldığı yuva. Pəstahda zivananın taxıldığı yuva olacaq. Burada yuvanın tərifi ən asanıdır, çünki şəkillə tərif çox üst-üstə düşür. Amma yarıq biraz sizi çaşdıra bilər. Dediyim digər üsul da köməyinizə çatacaq. Əgər cümlə deşik sözü ilə bitirsə, yuva olacaq. Cümlə yuva sözü ilə bitirsə, yəni cavabda yuva ola bilməz. Bəzi cümlələr var ki, orada cümlədə keçən ad cümləmizin cavabı ola bilmir. Yəni yuva ola bilmir. Yəni zivananın taxıldığı yuva deyən zaman biz yarığı götürəcəyik. Bir də müəllimələr, onu nəzərinizə çatdırım ki, bir var ki, zivana birləşmələrin əsas elementləri, bir də var ki, zivana və yarığın elementləri. Yəni, bizə sual verə bilər ki, zivananın növləri hansılardır, elementləri hansılardır? Bir deyər ki, zivananın məsələn elementləri hansılardır, yarığın elementləri hansılardır, onu soruşa bilər. Bir də bizdən zivana birləşmələrin növlərini soruşa bilər. Növ deyəndə 4 yerə bölünür, yəni 4 növü var. Açıq bir qat, açıq 2 qat, 3 qat, bir də düz bağlı. 4 dənə növü var. Bunu yazılı formada soruşa bilər ki, zivana birləşmələrin neçə növü var? 4 növü var. Bəs zivananın elementləri neçə dənədir? Yəni zivananın öz elementləri. Baxın, necə ki biz oduncaq bölməsinə demişdik, təbəqə, lay, enkəsic, sonra til, bunlar mişar materialların elementləri idi. Burada da elə bilin ki, eyni. Necə ki orada məsələn taxtanın elementi təbəqə idisə, məsələn kənar var idisə, burada da çin zivananın elementidir. Zivananın yəni hissəsi kimi yadda saxlaya bilərsiniz.
Deməli, burada gəlin baxaq hələ Zivana birləşməsinin əsas elementlərə. Yəni əsas Zivana birləşmələrinin 3 elementi var. Zivana özü, yuva, bir də yarıq. Yəni bunlar sayəsində biz Zivana birləşməsi tərtib etmiş oluruq. Bəs Zivana və yarığın özünün əsas elementləri hansılardır? Zivananın elementləri, müəllimlər, insan üzvləri ilə yadda saxlamışdıq. Çiyini idi, təpə idi, bir də yan tərəf idi. Yəni çiynimiz, başımız, bir də ətraflarımız kimi yadda saxlaya bilərik, yan tərəfimiz. Yenə də gəlin baxaq. Deməli, burada bizim Zivananın təpəsi 1-dir. Bir də onu yadda saxlayın ki, təpə, yəni baş birinci yerdə gələr deyə düşünün. Təpə hissəsi, yəni bu hissəsidir, yəni təpə hissəsi də birinci. İkinci görürsüz çiyin hissəsi ikincidir. Yan tərəf, baxın, yəni bunun yan tərəfi də kənar tərəfi. Yəni bu üçüncü çox asandır, çünki yan tərəf. Çiyin hardasa bizi çaşdıra bilər. Məsələn, mən çiyini hətta bura da götürə bilərəm, sanki insanın çiyini olaraq. Amma yəni bilin ki, çiyin 2 ilə qeyd olundu, amma yan tərəf, yəni burada ən uyğun bu üçüncü hissəyə, yəni bunlar yan tərəflərdir də, kənarlardır. Bax, bu hissənin bunlar yan tərəfləridir. Yəni 3 rəqəmi ilə işarə olunan hissəmiz ən uyğun gəlir yan tərəflərə. Deməli, təpə, çiyin, yan ardıcılığı da öyrənə bilərsiniz. Ayırd edə bilərsiniz ki, birinci yerdə gələn təpə olar. Burada yan tərəflər, yəni 3 ilə işarə olunan şəkildə də görürük ki, yan tərəflərdir, ətraflarıdır. Yerdə qaldı çiyin. Deməli ki də çiyin olacaq. Gəldik biz yarığın elementinə. Yarığın 2 dənə elementi var müəllimələr. Yarığın dibi, bir də yanaqlar. Yarığın dibi, yəni yarığın aşağı hissəsi, dib hissəsi, bu hissəyə qədər aşağı hissəsi. Bir də ki, yanaqlar, yəni bu 2 dənə sanki yanaq hissələri var da, yəni. Bu da insan üzvlərindən yadda qalır. Məsələn, insanın yanaqları kimi düşünə bilərik. Bu asantıda mənim 2 tərəf var. Yəni sanki bunun yanağıdır. Üzümüzdür sanki, üzümüzdə yanaqlardır sanki. Nədənsə çətin deyil, yadda qalacaq bir hissədir. Yəni o qədər də çətin deyil bu şəkillər. Bunları bir-birindən ayırd etmək lazımdır. Çünki buna səhvdə yanaşsaq, yəni fikir verməsək, dərinliyə qədər fikir verməsək, testdə qarşımıza çıxacaq. Məsələn, bizə deyəcək ki, Zivana birləşmələrinin elementləri hansılardır? Məsələn, cavabda yazacaq ki, yuva, yarıq. Məsələn, bir də sizə yuva, yarıq, Zivana. O biri variantda yazar ki, yan tərəf, çiyin, təpə. İndi biz məntiqlə deyərik ki, hə, qeyri-adi də çiyin, təpə. Bu variant biraz bizə qeyri-adi gəlir. Gəlin bunu götürək. Amma elə olmaz da. Yəni kitabımızda nədirsə, həmin hissəyə diqqət yetirməliyik. Yəni Zivana və yarığın öz elementləri deyəndə belə düşünün ki, yəni onların hissələri özlərinin Zivananın elementləri, yarığın elementləri, onların yəni hissələri olaraq düşünün elementləri. Necə ki, yenə də deyirəm, biz mişar materialın elementləri deyəndə ensiz səth, məsələn, kənar, enli səth, təbəqə, lay, onları öyrənmişdiksə, burada da çiyini, təpəni, yan tərəfi, yarığın dibini və yanaqları öyrənirik elementlər deyəndə. Bəs bizim Zivana birləşmələrimizin növləri hansılardır? Məsələn, mən Zivana birləşməsi yerinə yetirmək istəyirəm. Taxtanın, məsələn, detalı, masamın qalınlığı azdır. Mən hansı növ Zivana birləşməsindən istifadə edəcəyimi düşünürəm. Əgər məsələn 40 mm-dirsə, deyərəm bir qatdan istifadə edim. Yəni növünə əsasən onu təyin edirəm. Gəlin baxaq. Deməli, burada bizə növləri deyir 1 qat, 2 qat, 3 qat, bir də düz bağlı. Bunu yadda saxlayırıq. Şəkillər bizim köməyimizə çox çatacaq. Burada düz bağlını götürmək istəmirik. 4 qatı götürmək istəyirik hətta testlərdə, amma burada 4 qat yoxdur müəllimələr. Şəkil bizim tam sübut edəcək ki, yəni çaşmayın. Məntiqlə 1 qat, 2 qat, 3 qat sadalayanda 4 qatı götürmək istəyirik, razıyam sizlə. Amma 4 qat şəklimizə baxaq, yoxdur. 1 qat, 1, 2 qat, 1, 2, 3 dənə qat. 3 dənə bir-birinə keçəcək. Amma burada düzdür və bağlı formada bütöv halda. Yəni düz formasındadır, qatları yoxdur. Bütöv halda daxil olacaq, məsələn, yuvaya daxil olacaq. Yəni burada 4 qatlı Zivananı biz görmədik. Nə qədər də ağla batan olsa, dilimizə yatsa, yəni şəkilə əsasən deyirik ki, orada 4 qat Zivanamız yox idi. Necə ki, biz 3-dən sonra 4-ü demək istəsək də, 4 qatı yoxumuzdur. Sonra müəllimələr deyir ki, açıq üçqat birləşmə həm də künc yeşik birləşməsi adlanır. Baxın müəllimələr, açıq üçqat Zivana birləşməsi, yəni C-də olan Zivana birləşməmiz həm də deyir ki, künc yeşik birləşməsi adlanır. Belə yadda saxlayın da, künc sözündə Ü hərfi var, bunu demişdim sizə. Üçqatda da Ü hərfi var. Yadda saxlayaq ki, yəni hansı Zivanayda görəsən o həm də künc yeşik birləşməsi adlanır? Deyin ki, müəllimə demişdi ki, bəli, Ü hərfindən yadda saxlayıram. Açıq üçqat,
Ü hərfi. Üçüncü yeşik Ü hərfi. Burada biz nəyi götürəcəyik? Zivana birləşməsi, yəni açıq üst qat olacaq, həm də üçüncü yeşik birləşməsi adlandırılacaq. Sonra müəllimələr, burada bizə lazımdır ki, bu hissələr çox asandır. Qalınlığı 40 mm olduqda 1 qat, 40-dan 80-ə qədər olanda 2 qat, 80-dən yuxarı 3 qat zivanalardan istifadə olunur. Gəlin indi biz burada bu hissəyə diqqət yetirək. Burada bizim bir düsturumuz var. Bu düsturla bağlı da məsələlərimiz olacaq. Əslində çox asandır. Sadəcə biz bir dənə öyrənməliyik ki, burada düsturumuzda S2 bərabərdir 0,5. Bu bizim yerində qalır olduğu kimi. 0,5 S0 çıxılsın A. Bax, bu hərflər nəyi ifadə edir? Biz onu bilməliyik, yadda saxlamalıyıq. Deməli, bizə qeyd olunub ki, bir qat zivananın qalınlığı A. Yəni, deməli, zivananın qalınlığı, zivana, üzrlüsəm, bir dənə yazım, zivananın qalınlığı deyəndə A ilə işarə. Deməli, burada bizim A-mız, yəni S0 çıxılsın A olacaq zivana. Düzdür? Zivanamızın qalınlığı oldu A. Detalın qalınlığı. Detalın qalınlığı, baxın, hansı hərflə işarə olunur? Deyir, detalın qalınlığından, yəni S0. Detalımızın qalınlığı olacaq S0. 0,4 hissəsinə bərabərdir. Yuva və yarığın yanağının qalınlığı yazıb ki, S2 mötərizədir. Deməli, yuva və yarıq S2-dir. Yuva, yarıq, Y yazıram, S2. S2-miz də olacaq yuva və yarıq. Onu indi sizə izah edəcəm ki, necə formada yadda saxlayaq. Yuva və yarıq S2-dir. İndi isə müəllimə, bizim də düsturumuz budur ki, müəllimələr, S2 bərabərdir 0,5 vurulsun S0 çıxılsın A. Təbii ki, birinci mötərizənin içində
4 xətdən ibarətdir də. Yəni biz 4-ünü birləşdirəcəyik. Bu asandır. 4 hissəyə ayırdım. Hələ ki mən sadəcə bir tir götürmüşəm. Necə ki biz yadınızdadır, taxtadan tir kəsirdik, silindir halına gətirirdik. İndi burada da mən tiri götürmüşəm. 4 dənə tirim var. Uzunluğu bu qədərdir. Eni məsələn 40-dır da ençəsi. Mən onu kəsəcəm, zivana halına gətirəcəm. Mən onu baxın görürsüz işarələnib. Onu yarıq halına gətirməliyəm. Onları bir-birinə birləşdirməliyəm. Biz burada onu öyrənirik. Yəni necə hazırlayacam? Onu əvvəlcə baxın taxta hissələrini, tir hissələrini hazırlayıb sonra ona birləşdirib üzerini torla örtəcəyim. Burada mənə nə lazımdır? Xətkeş, karandaş, bucaqlı, xırda dişli buçqu, xarrat verstakı. Niyə? Niyə mənə xətkeş lazımdır? Çünki 300 milli buranı ölçmək üçün, buradan bura qədər ölçmək üçün mənə xətkeş lazımdır. Şəkili verər, məsələn, bu alət və tərtibatları istəyər, şəkil əsasən. Gözəl suallar var, amma nədənsə tərtib etmirlər. Sonra en kəsiyi bu cümləni də yaza bilər ki, 40-ın 40-a ölçüdə uzunluğu 300 mm olan 4 hissəyə ayrılırlar. Burada istifadə olunan, bu mərhələdə istifadə olunan alət və tərtibatları seçin deyə bilər bizə. Deməli, burada görürsünüz, iskənə yoxdur. Bizi çaşdırmaq üçün digər variantlarda xətkeş, karandaş, iskənə, bucaqlıq bunlar da yaza bilərlər. Ona görə diqqətli olaq. Xətkeş olmalıdır, çünki mən 300-ü 40-ı bu milliləri bilmək üçün mən onu xətkeşlə ölçməliyəm, karandaşla nişanlamalıyam ki, onu yəni kəsib götürə bilim, bu tiri kəsə bilim. Xarrat verstakı. Yəni mən mişarlama iş aparıramsa, yəni demək olar ki, xarrat verstakı çox yerdə var. Mən nə isə mişarlayıramsa, oduncağın mişarlanması məsələn verstak üzərində ola bilər də, biz onu verstakı götürürük. Xırda dişli buçqu, yəni buçqumuz da burada bizə böyük buçqu, yəni böyük mişar lazım deyil ki. Görün nə qədər nazik bir en kəsiyi var bunun 40 mm. Yəni görürsünüz, böyük bir taxta deyil ki, bu mənə xırda buçqu lazımdır, kiçik buçqu, kiçik mişar lazımdır ki, mən bunu kəsə bilim. Düzdür müəllimlər? Hələ ki mən tiri götürdüm. Ondan nəsə hazırlayacağam. Nişanlama aparan karandaşım, mənim ölçmək üçün xətkeşim. Eni də bucaqlıq. Niyə burada bucaqlıqdır? Çünki burada xətkeşlə uzunu ölçür, bucaqlıqla yəqin enini ölçür də. Onu da yadda saxlaya bilərik. En kəsiyini, məsələn, bucaqlığı da orada əlaqələndirə bilərik. Gəldi, zivanla ölçüləri 2 tirciyin uc hissəsində nişanlanır. Bəli, 2 dənə tirciyin müəllimlər. Çünki 2 dənə zivana, 2 dənə yarıqdır. Hələ birinci biz zivananı hazırlayaq. Bunu ümumi mərhələlər verəndə də siz orada birinci zivananın hazırlanması ardıcıllığını götürün, sonra yarığa baxarıq. Yəni ilk olaraq zivananı hazırlayaq. Bu şəkildə də görürsünüz, birinci zivanadır, sonra yarıq. Şəkili də göstərirəm ki, sizin üçün daha da asan olsun. İndi mən nə etməliyəm? 2 dənə tircikdən 2 dənə zivana hazırlamalıyam. Bunun üçün də nişanlamalıyam. Yəni mən haranı kəsəcəm, nə edəcəm? Deməli deyir, zivananın ölçüləri 2 tirciyin uc hissəsində nişanlanır. Yəni mən necə edəcəm? Bax görürsünüz 14. O çıxıntı olan hissə 14 mm-dir. Zivananın bu kənarları mı deyim, nə deyim sizə? Çiyin tərəfi deyim də müəllimlər. Çiyin tərəfi olsun, məsələn. Ya yan tərəflər olsun, heç çiyin olmasın. Bax 40-la işarə olunub. Bunları mən nişanladım, düzdür? Kəsiləcək hissəni də 6-cı sinifdə öyrənmişik ki, x, yəni hər x ilə işarə olunur. Yəni haralar kəsiləcəksə görürsüz, o hissələr x ilə işarə olunub. Görək bizə bunu yazıbmı? Bəli, deyir ki, mişarlanacaq hissələr qeyd olunur. Yəni bu mərhələdə şəkili versə nə olunur desə, bilirik ki, burada yəni zivananda çıxıntısı var, görürsüz? Zivananın hissələrini nişanlayıblar, kəsiləcək yerləri də qeyd ediblər. Düzdür, zivana hazırlayırlar burada. Bizə nə lazımdır? Mənə lazımdır, baxın görürsünüz, burada resmus. Yadınızdadır müəllimələr, 6-cı sinifdə biz demişdik ki, orada nə idi bizim ardıcıllığımız? Orada birinci xətkeşlə ölçülüyü, sonra bucaqlıqla enini, tirciklərin birləşdirməsində, sonra resmusla, düzdür? Uzunluq xətlər, məsələn, resmusun ayağını yerləşdirirdik tirciyin tən ortasında. Burada da görürsüz, resmus bizə niyə lazımdır müəllimələr? Orada da biz tirciyin tən ortasında resmusun ayağını yerləşdirirdik. Burada da görürsüz, bəli, burada da biz onu götürəcəyik ki, tirciyin görürsüz, bu şəkili aydın hissə göstərim sizə bu 6-cı sinifdə olan şəklimizdir bu. Orada məsələn tirciklərin birləşdirilməsi deyil idi. Burada da elə bil ki, tircikləri birləşdirəcəyik də biz bir-birinə. Sadəcə üsulumuz başqadır. Zivana və yarıq formasında edəcəyik. Deməli, resmus niyə burada oldu? Bu şəkildə niyə resmusu biz götürürük? Çünki biz demişdik ki, resmusu tirciyin tən ortasına, bu isə yerləşdirir ayağını. Yəni orada da biz onu kəsib, uzununa kəsim edəcəyik deyə resmusu biz burada götürürük. Amma bucaqlıq da var müəllimələr. Niyə bucaqlıq var burada? Çünki bu hissələri də bucaqlıqla biz kəsirdik. Yadınıza gəldi 6-cı sinifdə biz sizinlə öyrənmişdik. Bucaqlıqla görürsüz
eninə xətlər nişanladır, reyismusla uzununa. Ona görə biz burada bucaqlıq və reyismusu götürdük. Müəlliməmiz qeyd edir ki, hansı mərhələmizdə nişanlanır sözü varsa, reyismusu götürəcək. Yəni reyismusu ora əlavə edəcəyik. Bucaqlıqla reyismusu götürəcəyik. Amma birincidə reyismus yox idi. Çünki burada uzundan heç bir nişanlama aparmırdıq. Yəni orada sadəcə bucaqlığı götürmüşük. Üçüncü mərhələmiz zivanalar mişarlanır və yanaqlar kəsilib götürülür. Müəllimlər, hələ ki mən zivananı hazırlayıram. Hələ ki yarıqla işim yoxdur. Bu şəkildə görürsünüz, zivana hazır olandan sonra yarıqda nişanlama aparacaq. Sonra yarıqda mişarlayacaq. Yarığın görürsünüz, açılacaq, təmizlənəcək. Yəni bu ardıcılığı ümumi mən sizin üçün test halına gətirib sizə göndərəcəm. Həm ardıcıl, həm test formada. Əslində asandır, çətin deyil. Yəni biz bunu asan yolla tapacağıq. Sadəcə bu iki mərhələ biraz saçdırıcıdır. Onlar ayrı-ayrı düşür testlərə. Onlara da baxacağıq indi biz sizlə. Deməli, zivananı mən nişanlamışamsa, nə etməliyəm? Onu mişarlamalıyam ki, onun kənarlarını görürsünüz. Buranın, taxtanın burasını kəsdim, atdım, düzdür? Bu hissələrini kəsib çıxartmışam. Deməli, mən mişarlama işi aparmaq üçün mənə nə lazımdır? Xırda dişli bıçqı, yəni mişar, bir də verstaq. Verstaqda onu bərkidib, mən onu bıçqı ilə mişarlayıb kəsib götürməliyəm. Yenə də deyirəm, zivanalar mişarlanır və yanaqlar kəsilib götürülür. Yəni, kənar hissələri, ətrafları kəsilib götürülür. Digər iki tircim, bax, bu zivana hazırdır da, şəkildə də görürəm ki, hazırdır. Mən keçdim yarığı hazırlamağa. İki tirciyimi həll etdim, zivana aldım. İndi mən qalan iki tirciyimdən də yanaqları hazırlamalıyam. Deyir ki, yarıqlar üzürlüsən. Yarıqlar nişanlar, təbii ki, bax, görürsünüz, mən nişanlamalıyam. Silib götürəcək yerləri işarələmə. Görürsünüz, yəni burada yarıq açmaq üçün, bax, bu ortanı, bax, görürsünüz, bunu burada yoxdur da, taxtanın ortası yoxdur. Mən buraları nişanlayıram ki, buranı kəsib götürəcəm, amma bunlar qalacaq. Yəni kənarları qalacaq bunun, yanaqları qalacaq. Yenə də mənə xəttkeş lazımdır. Reyismus, bucaqlıq lazım. Görürsünüz, burada üçü də lazımdır. Reyismus, xəttkeş, bucaqlıq. Yarığı nişanlama işləri aparanda üçünü də götürürəm. Reyismusu, xəttkeşi, bucaqlığı. Yəni burada eninə də olur. Müəllimlər, baxın, bucaqlıq burada lazım olacaq, reyismus burada lazım olacaq. Yenə də xəttkeşi də yadda saxlayın ki, xəttkeş mənə niyə lazımdır? Burada görürsünüz, ölçü var. Mən bilməliyəm ki, 40 mm buradan bura qədər, 14 mm-ni kəsib götürəcəyim yerdir. 40 mm yenə digər hissəsidir, məsələn, yanaq hissəsidir. Ona görə mənə xəttkeş lazımdır. Ölçü vahididir xəttkeş. Mən onu xəttkeşlə ölçüb nişanlamalıyam, həmin o 40 mm. Bucaqlıqla mən necə bilim 40 mm, necə bilim reyismusdan 40 mm hardadır? Ona görə mənə xəttkeş lazımdır bu mərhələdə. Yarıqları nişanlamışamsa, kəsəcəyim yerləri də işarələmişəmsə, mənə nə lazımdır? Onları mişarlayıb götürmək. Yəni taxtanı mən mişarlayıram, artıq silə çıxardıram, yarıq hazırlamaq istəyirəm. Mişarladım. Nə ilə? Xırda dişli bıçqı ilə və xarat verstaq. Yəni mişarlama işi bildik ki, zivanada da xırda dişli bıçqı və verstaq lazım oldu. Yarıqda da yenə də biz verstaqda bərkidib, kiçik mişarla, xırda dişli mişarla biz kəsim edirik. Çünki bunun böyük bir şey deyil ki, bizə böyük bir mişar lazım olsun. Xırda da bunun məsafəsi bizə xırda mişar, xırda bıçqı lazımdır. Yarıq açılıb. Düzdür, kəsib götürmüşəm. Yarıqlar deyir açılır və təmizlənir. Yəni yenə burada qalan hissələr varsa, yenə də uyğunlaşdırılır, yenə də təmizlənir. Nazik iskənə, bəli, bura mənə kiçik nazik iskənə lazımdır ki, bu içəri hissəni təmizləyim. Yadınızdadır, biz orada da elə tirdikləri verstaqın arxası xətində bərkidirdik, mişarlayırdıq. Kəsilən hissə iskənə ilə təmizlənirdi, sonra törpü ilə təmizləyirdik, sonra sumpada kağızından. İndi burada da kəsmişəm. Bıçqı ilə kəsəndən sonra nə elədik müəllimlər? Nazik iskənə. Təbii ki, bizə nazik iskənə lazımdır. Çünki bu hissəyə kiçik iskənə olmalı ki, bura daxil ola bilsin. Bundan kəsib bunu götürə bilsin, təmizləyə bilsin. Taxta çəkic, yəni taxta çəkic niyə lazımdır bura? İskənəni bu səthdə yerləşdiririk. Bu hissəsindən də çəkiclə yavaş-yavaş vururuq ki, onu kəsib oradan götürürük də o hissələri. İskənəni əlimizlə itələyəcək deyilik ki, iskənəyə biz çəkiclə zərbələr vurmalıyıq ki, kəsib götürsün. İskənə mişar deyil ki, irəli arxaya edim. İskənə kəsici bir alətdir. Ona zərbələr vururuq, oradan artıq hissələri kəsib götürürük. Xarat verstaqında da bəli, mən taxtanı xarat verstaqında üzrsən, burada xarat verstaqı yoxdur ki? Var. Bəli, verstaqda onu mən bərkitməliyəm ki, onu iskənəyə zərbə vuracam, taxta yerindən oynamasın. Yəni, bərkitmə olmalıdır.
Atlıq taxta. Atlıq taxta da yenə də yadımızda qalar ki, yəni burada biz iş icra edirik. Atlıq taxtanın da üzərində edirik ya da edərik kimi düşünə bilərsiniz. Ya da ki, yarıqların açılmasını istəyən verstaqda yadda saxlayın. Təmizlənməsini məsələn elə düşünün ki, tutalım ki, atlıq taxta üzərində olur. Biraz bu hissəsi diqqətli olun müəllimələr. Gəldik əsas bu mərhələmiz hamısı birlikdə olmaqdan əlavə ardıcıllığımızın içindən də bizə sual düşəcək. Məsələn, zivan və yarıqlar təmizlənir, uyğunlaşdırılır, yapışqansız yığılır, sonra işarələnir. Bunu indi sizə sonda izah edəcəm. Hələ ki bu alətlərimizi bir dənə öyrənək, birini öyrənək, keçək o birinə. Deməli deyir ki, yarıqları təmizlədim, düzdür, uyğunlaşdırdım. Bunu yəni mən təmizləmişəm, yarıqları açmışam. İç-içə görürsüz, yapışqan vurmamış. Bunu elə-belə mən keçirtmişəm iç-içə. Bəlkə burada nəyisə səhv etmişəm. Bəlkə zivana yarığa uyğun olmayacaq, düzdür? Bəlkə məsələn bu hissə tutam ki, biraz əyri olacaq. Yəni bunlar uyğun gəlməyəcək. Bəlkə onun ölçüləri heç uyğun gəlməyəcək. Mən yenə də işarələmə aparmalıyam. Bir-birinin içərisinə daxil etməliyəm, işarə aparmalıyam. Yenə də bəlkə təmizləmə işi aparacam. Düzdür? Mənə bəlkə kiçik olacaq, daxil ola bilməyəcək. Mənə nə lazımdır? Mənə iskinə lazım olacaq. Yəni yenə də bunu təmizləyə bilərəm. Yeyə lazım olacaq. Yenə də yeyə ilə təmizləyirəm, uyğunlaşdırıram. Karandaş lazım olacaq. Çünki burada deyir işarələnir. Yapışqansız yığılır deyir, işarələnir. Yarıqlar işarələnir. Ona görə karandaş lazımdır. Mən bucaqlıq lazımdır mənə. Çünki baxın burada sanki bucaqlıqla mən bunu yəni uyğunlaşdıra bilərəm də. Yəni burada bucaqlığı yerləşdirə bilərəm. Bunun üzərinə nəzarət edə bilərəm kimi düşünün. Yaxşı baxın. Burada bucaqlığın özünü görürük də sanki biz. Ona bənzəyir. Yəni bucaqlıq bizə lazımdır. Sonra tirziklərin özləri lazımdır ki, tirziklərin üzərində tirzikləri
Biz necə əldə etməməliyik? Nəsə hazırlayıramsa, zivana və yarıqları mən hazırlayıramsa, orada mən nişanlama zamanı nə etməliyəm? Bıçğı ilə kəsən zaman nə etməliyəm? Onlara diqqət yetirməliyəm. Deyək ki, zivanalar qısa, yarıqlar isə uzun tirsiklə nişanlanmalıdır. Niyə müəllimələr? Gəlin sizə şəkil üzrə izah edim. Məsələn, mən bu tutalım da, indi bu mənim bir tircik olsun əlimdə. Tircik məsələn. Öz başa düşdüyüm formada deyirəm. Bəlkə də bunun elmi açıqlaması belə deyil. Mən bu zivananı xarici, yəni zivananı xarici hissədən qısa bir tirciklə nişanlaya bilərəm. Düzdür? Yəni baxa bilərəm, yoxlaya bilərəm. Amma bu yarığa mənə uzun tircik lazımdır. Yəni bu tirciyi gətirib bundan da istifadə etsəm, eyni ölçüdə hardasa, düzdür Məmər? O elə bir yarığın içərisində qalacaq, düzdür? Yəni mənim tirciyim elə olmalıdır ki, uzun olmalıdır ki, yar hissəsi tam ki yarığın içərisində olsun. Yar hissəsi də xaricdə olsun. Yəni onu sanki burada tutacaq yeri götürüm. Düzdür? Mən o formada yadda saxlayıram müəllimlər. Bilmirəm nə cür aydın olur ya yox. Çox çaşdırıcıdır. Zivana qısa, yarıq uzun tircik. Əslində bunun elmi açıqlaması var, yəni bunların hazırlaması ilə bağlıdır. Sadəcə mən siz çaşmayasınız deyə, səhv etməyəsiniz deyə bu üsulu sizə demək istəyirəm. Yəni zivanada mənə uzun tirciyə ehtiyac yoxdur, elə bu xaricdə də burada bir çətinliyim yoxdur mənim. Amma yarıqda mənə uzun tircik lazımdır. Çünki bunun yar hissəsi daxildədir axı. Tirciyin yarısı daxil olacaq yarığın dibinə, yarısı da sanki xaricdə qalmalıdır nəzarət etmək üçün ölçülərə. Bu formada onu ayırd edə bilərsiniz. Həm də burada hərflə də əlaqələndirək. Zivana A hərfi ilə bitir, zivana sözü A hərfi ilə bitir, qısa sözü A hərfi ilə bitir. Yəni orada bilirik ki, uzun, görəsən zivanada uzun tircikdən yoxsa qısa tircikdən istifadə edim deyə düşünsəniz testdə sual arasında qalsanız variantlar arasında deyin ki, zivana sözü, zivana A hərfi ilə bitir, qısa sözü də A hərfi ilə bitir. Yəni mən burada zivanada zivana A, qısa A tircikdən istifadə edəcəm. İkisi də A hərfi ilə bitir iki sözümüzdə. Zivananı nişanladıqda bıçqı nişanlama xəttinin çöl tərəfində olmalıdır. Bəli, çünki yəni görürsüz bu zivanada çöl tərəfdədir, xaricdədir, amma yarıq daxildə görürsüz, daxil hissəyə biz daxil olmalıyıq. Bu da asandır. Yəni zivana çöl tərəf, yəni orada şəkildə də aid etdik ki, çöl tərəfdə oldu. Yarığı nişanladıqda isə bıçqı deyir xəttinin iç tərəfində olmalıdır. Yəni aydın oldu da müəllimlər, yarıqla zivananın bir-birindən xarici görünüşünə görə bilir ki, biri çıxıntıdır, xaricə doğru çıxıntımız var zivanada, amma yarıq isə daxilə doğru bizim yarıq açmışıq. Yəni iç tərəfdə yarığı götürürük, çöl tərəf deyəndə zivananı götürürük, xarici görünüşlərindən əlaqələndirib yadda saxlayırıq. Dərməni yalnız pəstah məncənədə etibarlı bərkildikdən sonra yerinə yetirmək olar. Görürsüz, bax deyirik ki, məncənə sırf metaldadır, amma hansı bərkitmə vasitəsi olanda, yəni ümumi onu məncənə olaraq da deyə bilərik, məncənə də götürə bilərik. Zivana yarığa taxta çəkizlə, yüngül zərbələr vurmaqla və ya əllə sıxılaraq qeydilməlidir. Bəli, baxın bu nə demək istəyir? Əllə sözünü görüb deyərsiniz, yox, necə yəni belə ola bilməz, əllə necə olsun, yox. Baxın müəllimlər, bunları biz bir-birinə iç-içə keçirmək üçün, yəni mən bunu ikisini əlimdə tutub bir-birinə bunu buna daxil edərəm. İç-içə keçirdərəm, əlimlə də edə bilərəm bunu. Ya da ki, əlimlə biraz təmas verdikdən sonra yavaş-yavaş çəkizlə vuraram ki, bunlar bir-birinə kip otursun da. Yəni orada yerinə tam otursun, yan hissədə dayanıb qalmasın. Yəni çəkizlə də yavaş-yavaş vura bilərəm, yüngül zərbələrlə. Bir də əlimdə sıxaraq da onları iç-içə yedirə bilərəm. Yapışdırmadan əvvəl məlumat yığılmalı, bax bayaqkı yığılmalıdır, uyğunluğunu yoxlamalıyam. Bundan sonra mən onu yapışdırmaq üçün deyir sökməliyəm. Bax ardıcılı, buranı öyrənməyə sizə bir ziyanı yoxdur ki, buranı öyrənəndə ardıcılığı da öyrənmiş olursunuz. Yəni yığdım onu, sonra onu uyğunlaşdırdım, sonra sökürəm deyir, sökülməlidir deyir, yapışdırmaq üçün sökülməlidir. Yapışdırılmış çərçivənin bütün küncləri aralarına atlıq taxta, yəni faner parçaları qoymaqla sıxaclarda sıxılmalıdır. Və görürsünüz, bu da bizə təkrar etdikdə ardıcıllıq mərhələmizi burada da təkrarən öyrənmiş olduq ki, sökdük, sonra yapışqan vurduq, yapışdırdıq, atlıq taxta ilə, yəni sıxacla birlikdə, sıxacda, yəni taxtanı səthini zədələməsin deyə taxta ilə birlikdə biz onu sıxaclarda sıxdıq, taxta qoyduq və sıxdıq. Təhlükəsizlik qaydalarımız nədir? Pəstah verstaqın sıxacında möhkəm və etibarlı oturmalıdır. Bu demək olar ki, çox vaxt yəni bu qaydamızdan istifadə olunur. Verstaqın sıxacında etibarlı bərkitməliyik biz pəstahı. İskənə ilə işləyərkən onun tiyəsini özünüzdən irəli saxlayın. Çünki iskənə kəsici alətdir. Yəni tiyəni biz özümüzdən irəli saxlamalıyıq. Bu da asandır. Məmulatı dizlərimizin ən gözəl, bax bunu
gözəl olar ki, dizimizin üstündə qoyaq, bunları bir-birinə keçirdək. Necə ki, odunu taxtdan ağacı dizimizdə sındırmırıq ayağımızda. Bunu da etmək istəyərik, amma deyir etmə də elə. Dizinizin üstündə qoyub və pəstağı deyir əlinizlə tutub iskənəyə ilə işləməyin. Olur. Məsələn, bax dizimizin üstünə nəsə taxta qoymuşuq, nəsə etmişik, o bizim ayağımıza dəyib. Məsələn, mən bunu qoymuşam dizimin üzərinə, təmizləyirəm, iskənəni vururam, iskənə bu taxtadan çıxır, batır mənim dizimə, ayağıma. Zədələyir də təhlükə başı. Bu da şagirdə aiddir. Yəni bunu biz dərsə 7-ci sinif şagirdlərinə keçirik, onlar edəcəklər bunu sanki. Onlara aiddir ki, yəni deyir olmaz, etmək olmaz. Məlumatı deyir ki, verstəkin sıxacında bərkidin. Belə müəllimələr, dərsimiz belə baxanda asan görünür. İndi görək testlər üzərində nə edəcəyik. Keçəcək testlərimizə.